Naxçıvan Muxtar Respublikasına dron hücumu Molla rejiminin riyakarlığını, nankörlüğünü bir daha göstərir. Amerika Birləşmiş Ştatları və İsrailin son hücumları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, qarşı tərəfin ölkəmizə göstərdiyi bu nankör və riyakar münasibət Molla rejiminin simasını göstərir. İran tərəfi hal-hazırda baş verən savaşı, hərbi əməliyyatları, onun miqyasını genişləndirib başqa ölkələrin ərazisinə keçirməklə müharibənin təkcə İran sərhədləri ilə məhdudlaşmayacağını göstərmək niyyətindədirlər. Başqa sözlə, bunun bütün yaxın şərqi, ətraf regionları öz cənginə alacağı barəsində mesajlar verirlər. Eyni zamanda qonşu ölkələrə sanki bir baskıdır ki, onlar da öz növbəsində ABŞ və İsrail kimi İrana hücum edən ölkələrə təzyiq göstərərək bu hərbi əməliyyatların tez bir zamanda sona çatdırılmasına töhfə versinlər. İran Azərbaycanı da cəlb eləsin apardığı o iyrənc siyasətə. Bu baxımından diqqətli olmalıyıq. Bir dövlət olaraq, xalq olaraq biraz səbirli olmalıyıq. Çünki İran elə bir dövlətdir ki, nə qanun var orada, nə qayda var orada. Xüsusən də indi bax bu hal-hazırdakı vəziyyətdə özbaşınalıqdır. Ölkənin nə rəhbəri bilinir, nə başçısı bilinir, nə siyasəti bilinir. İranın apardığı siyasətin nəticəsində İran özü sonuçda qalacaqdır meydanda tək. Vurduğu dövlətlər əksəriyyəti müsəlman dövlətləridir. Özü də özlərini müsəlmanların güya ağsaqqalları sayırlar.